Hörmətli millət vəkilləri, çıxış üçün əlavə hal-hazırda 5 nəfər də yazılıbdır, amma məruzəçimiz Əvəz bəy artıq qoşuldu. Əvəz bəy salamlayıram Azərbaycan Xalq Parlamenti adından və icazənizlə çıxış üçün indi məruzə üçün sözü Əvəz bəyə verim. Əvəz bəyin mövzusunu xatırladıram. Azərbaycan Xalq Parlamenti nümayəndələrinin Aşbadakı mətbuat fəaliyyətinin dəyərləndirilməsi barədə. Çıxışa yazılanlar siyahıda qalır və Əvəz bəyin çıxışından sonra davam edəcəyik. Buyurun Əvəz bəy. Mikrofon açın, zəhmət olmasın. Salam Eləsun müəllim, hamını salamlayıram. Səs normaldırmı? Səs normal gəlirmi? Normaldır, buyurun. Biraz gecikməklə qatıldım. Özürlü hesab edin. Çünki bir tədbirdəydim. Elə internet imkanları da yoxdur. Bu İstanbul'un internet imkanları elə azca qalır bizim Bakıya çatsın. Çünki elə bölgələr var ki, ümumiyyətlə orada internet yoxdur. Mən bütün millət vəkillərini, hamısını Azərbaycan Xalq Parlamentinin hamısını salamlayıram. Və təbii ki, Azərfreedom'da bəzi yox, adətən Azərfreedom seyr edirəm, baxıram. Son iclaslara da baxdım və Aşbanın sesiyasında baş verən proseslərlə də danışam. Hələ getməmişdən sağ olsun Abid Qafarovla bu məsələ haqqında xeyli danışmışdıq. Bəzi məsləhətləşmələr etmişdik. Əslində bu Aşba ilə bağlı mənim özəl xatirələrim var. Çox üzr istəyirəm, mən bu xəstəliklə bağlı gərək üzrlü hesab edəsiniz. İllər bundan əvvəl mən birinci dəfə həbsdən azad olunanda 2015-ci ildə Strasburqa getdim. Avropa Şurasının Parlament Assambleyasında iştirak elədik. O zaman Aşbanın prezidentinlə görüşdük. O zaman o mənə təklif eləmişdi ki, ümumiyyətlə Azərbaycana qayıtmaz, sənin üçün təhlükə var. Bilirsiniz ki, Avropada bir Dublin sazişi var. Bu Dublin sazişinə görə biraz çətinləşib orada mühacirət statusu almaq. Amma mənə dedilər ki, biz səni Dublin sazişindən kənar qəbul edə bilərik. Dedim ki, mən bura ona görə gəlməmişəm. Yəni, həbsdə olan siyasi məhbusların taleyi ilə bağlı narahatlığım var. Ölkədə narahatlığım var, ona görə gəlmişəm. Yoxsa burada qalma niyyətim yoxdur. O zaman mənim yadımdadır, Ələstum müəllim. Deməli, Aşbanın foyesində, o möhtəşəm bir binadır, orada iştirak edənlər bilir oraları. Hər cür şərait var. O zaman biz orada Mustafa Cəmiloğlu ilə də görüşmüşdük. Ciddi müzakirələr gedirdi. Müzakirələrdə rahat girirdik, iştirak edirdik. Tərcüməçimiz var idi. O zaman təbii ki, mən dil bilmədiyimə görə tərcüməçi ilə hərəkət edirdim. Və mənim yadımdadır ki, mən o zaman bizim adını çəkməyəcəm, amma bugün Azərbaycanın xaricdə fəaliyyət göstərən ən parlaq nümayəndələri, ən parlaq, belə deyim, beynəlxalq əlaqələri yaxşı olan, böyük tirajlı televiziya, internet televiziyaları olan təxminən 6-7 nəfər var idi. Biz onlarla özəl bir görüş keçirdik. Mən orada onlardan israr elədim. Dedim ki, siz buradasınız və sizin burada Azərbaycanlı tələbələr var. Fransızca bilir, İngilizcə bilir, Almanca bilir. Hətta Strasburqda ay Allah, qəribə də bir adı var idi oğlanın, Naxçıvanlı bir oğlan idi. Strasburqda düz Avropa İnsan Haqları Məhkəməsinin yanında, daha doğrusu Aşviyə yaxın bir yerdə, mən onun ofisində də olmuşdum. Ofis tutmuşdu. Avropa Məhkəməsində işlərə çıxır oğlan, indi də.
Ben onunla müsahibə də vermiştim. Qəribə bir adı var idi. Yadıma düşsə diyeceğim. Ve orada çok güçlü uşaqlarımız var bizim. Ben onda dedim ki, sizin burada imkanlarınız var. Benim yadımdadır ki, orada iştirak edenlerle, mənlə bir yerde iştirak edən bizim həmvətənimizlə bir yerde, çok o da bizim güçlü jurnalistlerimizden biridir. Getdik, orada mətbuat xidməti var idi Aşbanın. Ora müraciət elədik, orada türk idi. Dərhal ofisindən təmin elədi. AS TV-nin otağını yarıya böldü. Bizim bu dostumuza da müxalifətçi olmağına baxmayaraq, orada bir stol qoyub, bir masa qoyub, işləməyə icazə verdilər. Mən o zaman uşaqlara dedim ki, sizin imkanlarınız var. Ya hamınız birləşin bir yerde, burada bir müxbir postu yaradın Avropa Parlamentində və hamıyla görüşün. Ben o gün ona Abid Bəy'lə dedim. Hamıyla. Karşınıza kim geldi? Kimle görüşmek imkanı var, görüşün. Sənədlər hazırlayın. Sənədləri, orada 550 millət vəkili var deyəsən. Ya 550'den çoxdur, 700 neçədir, bilmirəm. Hamısına verin. Bütün masaların üzerine düzün. Yani orada elə bir şeye qorxqa daha yok. Ve tabii ki, mən o zaman uşaqlarla danışdıq, söhbət elədik. Dedilər, bəli, biz də belə fikirləşirik. Aradan illər keçdi, mən yenə həbs olundum. Yenə getdim oralara və mən yenə həbsdən çıxdım. Yenə baxdım ki, yenə heç kimin orada elə bir missiyası yoxdur. O mənada mən bütün bunların hamısını Abid Bəy'ə dedim. Dedim, orada göstər, çəkinmə heç nədən. Gir, elədir qardaş, dünya odur. Gir, aç qapını, gir. Girin, danışın, sual verin, bağırın, çığırın, deyin, ey, sana sual verin, hara gedirsən? Bunlar Azərbaycanın deputatları değil ki. Bunlar Azərbaycanın nazirləri değil ki, əhalini görən kimi qaçar. Bunlar dərhal dayanır, deyir, bəli, gəl görüm, nə dərdin var, sözünü. O mənada Azər Freedom'un əməkdaşı kimi Azərbaycan Xalq Parlamentinin həm təsisçilərindən biri kimi, həm sədrlərindən biri kimi Abid Qafarovun o cəsarəti, o dərhal, təbii ki, dil bilmədən də çox şey asılıdır. Sualları verməsi, cavablar alması çox önemli, çox böyük bir addımdır. Alqışlayıram ama bu yani tabii ki bir günlük olmamalıdır. Veya bir dəfəlik olmamalıdır. Daimi bir post yaradılmalıdır orada. Daimi bir post. Daim, il boyu. Orada onun otağı olmalıdır. Bir dəfə müraciət eləyəcəksən, verməyəcək. İkinci dəfə müraciət eləyəcəksən, verəcək. 10 dəfə müraciət eləyəcəksən. Avropa təfəkküründə yox, mən səninlə görüşmək istəmirəm anlayışı yoxdur, dostlar. Ciddi sənədlərlə getmək lazımdır. Tərtər haqqında sənədlərlə, siyasi məhbuslar haqqında sənədlərlə, ölkədə insan hüquqlarının barəsindəki sənədlərlə. Mən baxdım, məni əsas düşündürən məqamlardan biri Avropadakı güclərin birləşməsidir. Mən bunu zaman-zaman Qurban bəylə də söhbət eləmişəm. Zaman-zaman Ələstum bəylə də bizim bu fikir alış-verişimiz olub. Abid bəylə də zaman-zaman olub. Yəni, Avropadakı ciddi qüvvələrin birləşməsi. Və o mənada, məsələn, mən bugün Emin mənə atmışdı, Emin Hüseynov, Avropa Parlamentində, onların da bir dəyirmi masası var idi və orada Mehman Hüseynova qarşı Azərbaycan hökumətinin planlaşdırdığı sui-qəsd məsələsini müzakirə edirdilər. Mən baxdım, Qənimət Zahidgil Aşbanın qarşısında bir piket, təxminən 30-35 nəfərlik bir piket elədilər. O da önəmli, vacibdir. Mən çox istəyərdim ki, həm Emin, həm Qənimət, həm Abid Qafarov və orada digərləri, Zaur Əkbəri də gördüm mən. Onların hamısı orada bir yerdə olsun, bir cəbhədən çıxış eləsin. Bilirsiniz, söhbət burada organik bağlılıqdan getmir. Yəni, bir adam bir adamın
yanında olanda onun parlamentini və onun təşkilatını və onun televiziyasını qəbul eləmiş olmur ki. Söhbət ümumi məqsədlər naminə bir yerdə görünməkdən və bir yerdə fəaliyyət göstərməkdən gedir. Sonra mən dünən Qurban bəyin də, Abid bəyin də Sevinç Osman qızının efirindəki proqramına baxdım. Yəni kim nə deyir desin, birliyə doğru addımları atmaq lazımdır. Mütləq lazımdır. Yəni ciddi qüvvələr birləşəndə bax, o gün deyəsən Abid bəy dedi, biz burada söhbət edirdik, o biri otaqda Rusiyanın müxalifət qüvvələrinlə Aşpanın rəhbərliyi arasında söhbət gedirdi. Rusiyanın orada təmsil olunması baxımından. Söhbət ondan getmir ki, Aşpa Azərbaycanı təmsil üçün hansısa bir müxalif bir qanada yer verəcək. Yox, heç mən onu gözləmirəm. Aşpa da onu elə eləməz. Söhbət ondan gedir ki, sistemli bir iş görmək lazım. Və mütləq nəticə olacaq, dostlar. Mütləq nəticə olacaq. Şəxsi dostluqlar qurulacaq. Məsələn, Abid Qafarov ikinci dəfə gedəndə o prezidentlə daha rahat görüşə biləcək. Çünki onu tanıyırıq. Və Andaloniya kitabının təqdimatındakı prezidentin, Aşpanın prezidentinin Azərbaycanda kitabın yandırılmasını Hitler dövrünə oxşatması ciddi siyasi məna daşıyır. Çox ciddi siyasi məna daşıyır. Elə adamlar adətən elə müqayisə aparmırlar. İndi o müqayisəni hökumət eşidəcək və güman ki, ciddi təpkilər olacaq. Əslində ciddi təpkilər də var. Mən bugün deməli eyni zamanda Azərbaycan hökumətinin önəmli yazarlarından birinin bir yazısını oxudum. Hörmətli Rauf Arifoğlu'nun bir statusunu oxudum. Çox əndişəli, çox narahat. Yəni ki, süni intellektin imkanları bu qədər genişlənib, artıq Rauf Arifoğlu itiraf edir ki, biz bacara bilmirik. Azərbaycan hökuməti bacara bilmir. Xaricdə oturublar, süni intellektdən istifadə edirlər, səsinlə, sözünlə, yəni bunlarla bacarmaq mümkün deyil. Və axırda da bir təklif irəli sürüb ki, Türkiyə Cumhurbaşqanlığının Allah rəhmət eləsin Süleyman Demirel'e, Recep Tayyip Erdoğan'ın dezinformasyon başkanlığı, Başbakan Cumhurbaşkanlığı yanında dezinformasyon başkanlığına oxşar bir grup kurmaq lazımdır. Yəni burada bir şeyi qarışdırırlar. Siz dövləti gətirib ora çatdırırsınız da, siz sağ olun. Siz Azərbaycan mediasının önəmli nümayəndələri, siz medianın maraqlarını dövlətin ayaqlarının altına sərdiniz. İndi də belə işin içindən çıxılmaz bir haldasınız. Güya dezinformasyon qurumu qurulsa nə olacaq? Güya sabah İlham Əliyev bir dənə sərəncam verdi, fərman imzaladı ki, bəs Azərbaycanda dezinformasiyaya qarşı mübarizə qurumu yaradılsın. Lap belə Rauf Arifoğlu'nu da qoydu onun başına. Avropada da yayılan gündə onlarla xəbər var. Əgər buna dezinformasiya da demək mümkündürsə, dezinformasiya da var. Dezinformasiya ilə çox yaxşı işləyən uşaqlar da var. Hər gün Rauf Arifoğlu da oradan dezinformasiyaya qarşı qurumdan verdi. Bu yalandır, bu yalan nə dəyişəcək? Hökumətə inam, etimad itirir. Siz Azərbaycan mətbuatının etimadını itirmişsiniz. Ölkədə xalqın mediaya inamı qalmayıb. Yəni söhbət bundan getməlidir. Ona görə də mən elə düşünürəm ki, ölkə bu yanımızda, yanı başımızda da baş verən hadisələrlə bağlı. Dəhşətli hadisələr baş verir. Bunu sizlər məndən yaxşı bilirsiniz. Bugün Hikmət Hacıyevin bir müsahibəsindən rastlaşdım. Yəni biz Amerikaya heç nə demirik, amma narahatıq İranda baş verənlərdən. Amerika bizə ümumiyyətlə heç bir hesabat vermir. Ondan sonra nə bilim nə. Biz də Amerikaya heç nə deyə bilmirik. O zaman siz də Qafqazın lider ölkəsiydik. O zaman siz Sülh Şurasında nə gəzirsiniz? Amerika bizə hesabat verməyəcək. Necə yəni hesabat verməyəcək? Və bizim orada 40 milyon Azərbaycanlımız var. Yəni
ölkədəki vəziyyət o haldadır ki, artıq elementar dezinformasiya selinlə mübarizə apara bilmirlər. Hamısı da indi xalqla döyüşə keçib. Mən o gün demişdim, əziz tamaşaçılar, əziz parlament, deməli, çalışıram, yekunlaşdıram. Uşaqlardan mənə bir tanınmış jurnalistin verilişini attı. Təxmin eləyəcəksiniz o kimdir. Bir gündən sonra verilişə baxıram ki, 464 cəmi baxış var. 2 saat içində o verilişə baxdım, sonra baxdım, gördüm ki, dedim görüm nə qədər artıq, bir də baxdım yenə 464. Yəni tirajı olmayan, sözü olmayan, sözünün çəkisi olmayan adamlar Azərbaycan xalqı ilə döyüşür. Və hamısı da hökumətə danos verirlər. Facebook'u bağlayaq, YouTube'u məhdudlaşdıraq, ay nə bilim nə eləyək. Azərbaycan xalqı ilə döyüşürlər, özləri etimadı itiriblər. Azərbaycan xalqı ilə döyüşürlər. Ona görə də mən hesab eləyirəm ki, hər şeyə baxmayaraq, minimum müştərəklərdə bu Abid Qafarovun, Azərbaycan Xalq Parlamentinin uğurunu möhkəmləndirmək lazımdır, rahatlaşmaq lazım deyil. O biri sessiyalara hazırlaşmaq lazımdır. Ən müxtəlif qruplarla müzakirələr aparmaq lazımdır. İstər Emin Hüseynov olsun, istər Qənimət Zahidov olsun, istər Anar Orucov olsun, Kanal 13-ün rəhbəri də Düsseldorfdadır, Almanyadadır. Yəni, bu adamların hamısı bir yerdə sözü, yumruğu bir yerə qoyub, böyük bir koalisiyaya nail olmaq olar. Yenə hər kəs işini, gücünü görsün. Amma mütləq birlikdən keçir. Bu günlərdə mən çox eşidirəm, 30 il ərzində müxalifət zəif işləyib, 30 il ərzində. Dostlar, bizim 30 il ərzində müxalifətin necə işləyib, necə işləmədiyini biz hamımız görmüşük, onun da zərər çəkənləriyik. İndi də o dövrün də fəsadlarını yaşayırıq. O, biraz da təftişçilikdən çıxmaq lazımdır. Gələcəyə doğru ciddi planlar və proqramlar qoymaq lazımdır və sübut eləmək lazımdır ki, Abid bəyin bir gözəl sözü var, mənim ondan həmişə xoşum gəlir o sözdən. Abid bəy deyir ki, mən siyasətə təzə gəlmişəm, mənim bunlardan xəbərim yox. Yəni, belə götürəndə bizim bu işlərin heç birindən xəbərimiz yox. Biz də deyə bilərik ki, mən Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətində olmamışam, heç bir partiyalarda olmamışam, o partiyaların rəhbərliyində olmamışam, amma bu bizi məsuliyyətdən qutarmırıq. Ona görə mən bu uğurlarla bir yerdə daha məsuliyyətli bir şəkildə, daha bir şəkildə, daha əmin bir şəkildə yeri gəlmiş ki, bugün Böyük Məhəmməd Əmin Rəsulzadənin də 142 yaşı tamam olur. Onu da təbrik edirəm, onun da xatirəsini saygı ilə anıram. Daha əmin bir şəkildə, bir yerdə, bir formada gücümüzü birləşdirərək gələcəyə getmək lazımdır. Kanallarda verilişlər, kanallarda körpülər, Arif Şahmarlı ilə çox maraqlı Abid bəyin verilişləri oldu. O gəldi, parlamentdə çıxış elədi. Abid bəy getdi onun Diplomat TV-sində. Hətta mən orada İngiliscə bir Abid bəy, Arif bəy və Ərəstun bəyin bir İngiliscə bir Diplomat TV-dəki verilişinə də qulaq astım. Yəni, bunların hamısını biraz da yaygınlaşdırmaq lazımdır, biraz da öğütmək lazımdır. Bu yolda mən uğurlar arzulayıram və mən ümid edirəm ki, xaricdə yaşayan və fəaliyyət göstərən ciddi qurumların birliyi Azərbaycanın daxilinə də sirayət edəcək və eləməlidir. Amma biz təkinə olsaq, hər kəs özünün mübarizəsini ayrıca aparsa, nəticələr əvvəlki 30 il təkindən dəyişməyəcək. Çox sağ olun, mən sizə təşəkkür edirəm səbrinizə görə, mənə dinlədiyinizə görə. Hər hansı bir məsələ olarsa buradayam, mən cavablandırmağa hazıram. Təşəkkür edirəm. Təşəkkür edirəm, dəyərli Əvəz bəy. Ətraflı çıxışınıza görə bir replika hüququmdan istifadə edeyim, icazənizlə. Süni intellektlə mübarizə aparmaq lazım deyil. İlahinin, təbiətin verdiyi təbii intellekti işə salıb insanlarla normal münasibət qurmaq lazımdır. Onda heç nəyə ehtiyac olmayacaqdır. Yenə yanlış yol gedirlər. Təəssüf ki.